Salam, bugün sizlərə MIG sertifikasiya həm də 4-cü blok səviyyəli bir neçə dənə məhlullar bölməsinə aid testlərin izahına baxacağıq. Vaxt itirmədən baxaq. Deyir ki, 500 qram 20%li kalium hidroksid məhlulunda suyun 1/4 hissəsi buxarlandırıldıqdan sonra alınan məhlulda kalium hidroksidin kütlə payını tapın. Burada hesablamamız belə olacaq ki, ilk öncə 500-ün 20%-ni taparaq burada nə qədər duz var, onu tapmağa çalışaq. Burada görürük 100 qram duz var. 500 qramlıq məhlulda o zaman 400 qram da su olmuş olacaq. Suyun 1/4-i, yəni 100 qramı buxarlandırılır. O zaman yerdə qalacaqdır 300 qram su. Təzə məhlulun kütləsinin payını tapdıqda isə omega bərabərdir duz olduğu kimi qalır. Məhlulumdan 100 qram su buxarlandığına görə məhlulum 500 idi, indi oldu 400, vurulsun 100. Və buradan da hesabladıqda 25%li məhlul almış olaram A variantı. Növbəti 2 nömrəli testə baxaq. Bizə deyir 400 qram 49%li sulfat turşusu məhlulu hazırlamaq üçün trioksid üzərinə neçə qram su tökmək lazımdır? İlk öncə biz gəlin 400-ün 49%-ni tapaq və buradan alırıq 196 qram H2SO4 var imiş sulfat turşusu. SO3 ilə mən bilirəm ki, su reaksiyaya daxil olur və buradan nə alınacaqdır? H2SO4 alınır. Mən bilirəm ki, 98 qram sulfat turşusunun alınması üçün 80 qram SO3 reaksiyaya girməlidir. Bəs nə qədərinin reaksiyaya girməlidir ki, 196 qram alınsın? Buradan X-a tapıram 160 qram. Buradan aldığım 400-ün içərisindən 160-ı çıxaram, görüm nə qədər su var və tapıram 240 qram su. Deməli, neçə qram su əlavə etmək lazımdır deyir. Və trioksidin də üzərinə bizdən zaten sorulur ki, neçə qram su əlavə etmək lazımdır? 240 qram su əlavə etmək lazımdır. Növbəti 3-cü sualımıza baxaq. Deyir, M qram 36%li məhlula N qram su əlavə etdikdə 20%li məhlul alınır. N böl M nisbətini hesablayın. Burada məhlullara su əlavə etmək düsturundan istifadə eləsəm, məsələn, M qram 36%li məhluldur. N qram su, suyun da faizi biz bilirik ki, 0%-ə uyğundur. Bunları xat üsulu ilə həll etsək, ortada 20%li bir məhlul alınıb. 20-dən 0 çıxdıqda qalır 20, 36-dan çıxsaq biz deməli 20-ni eləyəcək 16. Burada aldığım qiymət M-in, burada aldığım qiymət isə N-indir. Məndən N bölək, yəni 16 bölək 20-ni, bunlar 4-ə ixtisar getsə 4, 5, o da eləyəcək 0,8 A variantı. Növbəti 4-cü sualımıza baxaq. Deyir, müəyyən temperaturda maqnezium sulfatın suda doymuş məhlulunda 31 dənə oksigen atomu, 50 dənə hidrogen atomu uyğun gəlir. Həmin temperaturda maqnezium sulfatın həll olma əmsalını qramla hesablayın deyir. Gəlin bunu yazaq. Deməli, mənim maqnezium sulfatım var məhlulda, bir də suyum var. Mən bunların nə qədər olduğunu bilmirəm. Buna X mol qeyd etdikdə buna Y mol yazsam, deməli, mən faktik buradan görürəm 4X qədər burada oksigen var, Y qədər burada oksigen var. Topladıqda edir 31. Hidrogenlər yalnız burada olduğuna görə 2Y də bərabərdir 50. Buradan Y bərabərdir 25 çıxdığına görə gətirib yerinə qoysam 4X plus 25 bərabərdir 31 və buradan X-in qiymətinə çıxır 1,5. Deməli, 1,5 mol maqnezium sulfat var imiş. 25 mol su var imiş. Sonra mənə istəyir ki, həmin temperaturda maqnezium sulfatın həll olma əmsalını hesablayın. KH bərabərdir duz bölək su vurulsun 1000 düsturundan istifadə eləməkdən ötürü maqneziumun kütləsi 1,5-i vurmalıyam 120-yə edər 180. Sonra 25-i vurmalıyam 18-ə eləyər 450. Gətirib yerinə qoysaq burada, deməli, 180 bölünsün 450 vurulsun 1000. Buradan da hesablayanda çıxır 400, cavab olur Y. Növbəti 5-ci sualımıza baxaq. Deyir, 178 qram 10%li natrium hidroksid məhluluna 23 qram natrium əlavə edilmişdir. Alınan məhlulda natrium hidroksidin kütlə payını tapın. İlk öncə biz bilməliyik ki, burada 178-in 10%-ni tapsaq,
Burada natrium hidroksid məhlulunda natrium hidroksidin kütləsi eləyəcək 117,8 qram və burada su da var. Suyu tapmaq o qədər də mənə vacib deyil. İndi gəlirəm nəyə? Mən bura natrium əlavə etdikdə məhlulun kütləsi 178 idi. 23 qram əlavə etdikdə məhlulun kütləsi olur 201 qram. Və burada nəzərə almaq lazımdır ki, natrium məhlulun içərisindəki su ilə reaksiya daxil olduqda reaksiyanı yazaq. Buradan natrium hidroksid əmələ gəlir, bir də hidrogen çıxır. Və çıxıb gedən hidrogenə görə qabın kütləsində dəyişiklik baş verəcək. Əmsallaşdırsaq bu şəkildə olur. Mən görürəm ki, 2 vurulsun 23 qədər natrium reaksiya daxil olduqda 2 qram hidrogen uçub gedir. Bəs burada mənə 23 qram dediyinə görə nə qədər uçub gedər? 1 qram hidrogen uçub gedəcək. Yəni nəticədə məhlulun kütləsi 1 qram azaldığına görə 200 qramlıq bir məhlul olacaq. Yenidən təzə bir belə bir şey deyək də 2 vur 23 qram natrium reaksiya daxil olanda 80 qram natrium hidroksid əmələ gəlir. Bəs 23 qramla nə qədər yeni natrium hidroksid əmələ gələr? Tapıram ki 40. Deməli, burada nə edirəm? Təzə əmələ gələn natrium hidroksidin kütlə payını hesabladıqda 17,8-i 40 ilə toplayıb 17,8-i 40 ilə toplayıb ümumi məhlulun kütləsi neçə aldım azaldıqdan sonra? 200 vuraram 100-ə, buradan da cavab çıxacaqdır 28,9 C variantı. Növbəti 6-cı testə baxaq. Bizə qeyd edir ki, birinci qabın içərisində sıxlığı 1,2 olan 20% natrium hidroksid məhlulu var. İkinci qabda isə sıxlığı 1,5 olan 48% natrium hidroksid məhlulu var. Qablarda deyir, həcm eynidir. Bu məhlullar qarışdırıldıqda alınan natrium hidroksidin molar qatılığını müəyyən edin. İlk öncə biz gəlin hər bir qab üçün bu düsturdan istifadə edək. Qatılığı tapaq. C bərabərdir 10 rho omega bölünsün M düsturundan istifadə edərək gəlin tapaq burada hər qab üçün qatılığı. Deməli, C1 qabı üçün qatılığı hesablasaq 10 vurulsun 1,2 vurulsun 20 bölünsün natrium hidroksidin emeri 40. Buradan hesabladıqda çıxır cavab 6. C2-ni hesablasaq ikinci qab üçün. Buradan da yenə 10 vurulsun 1,5 vuraq 48 bölünsün 40. Bunlar ixtisar getdikdən sonra qalacaq burada 18. Eyni həcmli məhlulları qarışdırdıqda isə yekunda qatılıq olacaqdır. C1 plus C2 bölünsün 2. Neçədən məhlulu qarışdırırıqsa o qədər. Ədədi orta kimi 6 plus 18 bölünsün 2. Buradan da cavab olacaq 12 alarıq A variantı. Növbəti 7-ci sualımıza baxaq. Bizə qeyd edir ki, 6 mol natrium sulfat məhlulu ilə 2 mol natrium nitrat məhlulları qarışdırılır. Natrium ionlarının qatılığı olur 5, həcm isə 800 ml. Mən burada bilmirəm bu nə qədər məhluldur, bu nə qədər məhluldur. Sadəcə olaraq bunlarda V1 birinci məhlul, yəni belə deyək də, natrium sulfat məhlulunun həcmi ilə natrium nitrat məhlulunun həcmlərinin sonda cəmi olubdur 800. Biz bilməliyik, natrium sulfat məhlulu da qatılıq 6-dırsa, bizə buradan kimin ionlarının qatılıqlarını verir? Natrium ionlarının. Burada deyir, tam dissosiasiya eləyir. Mən ilk öncə bilməliyəm ki, natrium sulfatdan mən 2 ədəd natrium müsbət ionu ala bilərəm. Natrium nitratdan isə 1 mol natrium ionu ala bilərəm. Yəni, bunun qatılığı əgər 6-dırsa, o zaman natrium müsbət ionlarının qatılığı olacaq 12. Burada verilən qatılıq duz üçün olan qatılıqdır. Burada verilən qatılıq isə ion üçün olan qatılıqdır. Natrium nitratın qatılığını isə 2 verəndə, natrium ionlarının qatılığı da olar 2. Biz müxtəlif belə deyək də, həcmli, bunun həcminə V1 deyim, bunun həcminə V2 deyim. Qarışdıranda necə düsturdur? V1, C1 üstə gələk V2, C2 bərabərdir V1 plus V2 vurulsun C3, yəni sonuncu qatılıqdan istifadə edə bilərəm. C1'im 12'dir. 12 V1 üstə gəlinsin. V2'yi nəyə yaza bilərəm? 2 V1, daha doğrusu V2 bərabərdir V1 ilə V2'nin cəmini də
800 verir. 800 vurulsun 5. Burada bunu həll etdikdən sonra buradan bu düsturdan hər hansısa birini əvəz edeyim. Məsələn, buna mən demişəm V2, buna demişəm V1. O zaman V2 bərabərdir 800 minus V1. Gətirib burada aldığımı burada yerinə qoysam, V2-yə, daha doğrusu V1-ə qiymət olaraq alacağım 240. Hesablamaları əvvəlcədən etdiyim üçün vaxt getməsin deyə tez yazıram. Növbəti və sonuncu testimizin izahına baxaq məsələmizin. Bu test çox maraqlıdır. Deməli, bizə deyir 200 qram X faizli natrium hidroksid məhluluna 300 qram 4,2 faizli nitrat turşusu əlavə etdikdə məhlul arasında baş verən reaksiya zamanı maddələrdən biri tam sərf olunur. Alınmış doymamış məhlulda qələvinin kütlə payının duzun kütlə payından 2 dəfə çox olarsa X-i hesablayın. Deməli, burada nə etmək lazımdır? İlk öncə mən bilməliyəm ki, natrium hidroksid məhlulu ilə NO3 nitrat turşusu reaksiyaya girərək buradan mənə natrium nitrat tuzu və su əmələ gətirir. Əmsallaşma yoxdur və hər bir şey 1:1 nisbətində gedir. Burada 300 qram 4,2 faizli məhlul deyəndə mən buradan nitrat turşusunun kütləsinə tapıram 12,6 qram. Gəlin birincisi 12,6 qram və burada deyil maddələrdən biri tamamilə sərf olur. Amma maddələrdə mən hansı sərf olduğunu bilmirəm. Deyir alınmış doymamış məhlulda qələvinin kütlə payı. Deməli reaksiya getdikdən sonra orada artıq qalan natrium hidroksid də olub ki o məhlulda biz onu tapmalıyıq. Deməli onda mən buradan tənasübümü qursam 12,6 qramdan nə qədər natrium alınır? X qram bilmirəm. Natrium nitrat alınır bilmirəm. Amma 63 qramdan 40 qram alınır. Buradan duzun kütləsinə taparam 17 qram. Mənim məhlulum əvvəlcə 200 qram idi. Bir-birinə qarışdırdıqda 300 ilə 200-ü məhlulum oldu 500 qram. 500 qram məhlulun içərisində biz bilirik ki, kütlə payı əsasən duza olan bir şeydir. Natriumun nitrat duzunun kütləsi 17 qramdırsa, bizdən də soruşur həmin qələvinin də kütlə payı, yəni kütləsi duzdan 2 dəfə çoxdur. Deməli 17-dən 2 dəfə çox olsa, o zaman da qələvinin kütləsi olacaq 34 qram. Deməli artıq qalan qələvi 34 qramdır. Bəs nə qədər olub əvvəlcə? Onu hesablamaqdan ötürü isə tənasibi belə quraq. 63 qrama 40 qram girərsə, 12,6-ya isə Y qram girir. Buradan da Y-i tapanda eləyir 8 qram. Deməli mənim əlimdə nə qədər natrium hidroksidi oldu? 34 qram artıq qalır. 8 qram reaksiya daxil olub. 42 qramdır. İndi mən 200 qram X faizli dediyinə görə 200-ün X faizini tapıb bərabər eləyirəm 42-yə. Buradan da X da bərabər olur 21% B variantı.